Mehriban və bağışlayan Allahın adıyla. Hər birinizi Mədinətül Munəvvərə, Nurlu Mədinə, Peyğəmbər Salavatullahın qəbri şərifi kənarından, Məscid-ün Nəbidən sizi salamlayıram. Uca Rəbbimiz bu müqəddəs ziyarəti, bu müqəddəs məkanı cümlə arzu edən hər bir kəsə nəsib etsin. Möhtərəm izləyicilərimiz, inanın Mədinənin hər bir daşı, hər bir torpağı, kölgəsi belə Peyğəmbər Salavatullahı xatırladır. Çünki bu yer Peyğəmbər Salavatullahın Məkkədən hicrət edərkən ona qucaq açdığı bir yerdir. O səbəbdən nurlu bir yerdir, huzurlu bir yerdir. Hər kəs öz evindəki kimi, doğma diyarı kimi özünü burada hiss edir. Və bir daha illər, əsrlər, yüzillər keçməsinə baxmayaraq, Peyğəmbər Salavatullahın nurunun dünyaya yayılması Quran-ı Kərimdə Uca Rəbbimizin dediyi kimi Allahu mutimmu nurih və lev kerihel kafirun. Allah öz nurunu tamamlayacaq. Ona inanmayanlar, küfr edənlər, müşriklər narahat olsa belə, onlar onu Məkkədən kənarlaşdırdı. Amma Uca Rəbbimiz Peyğəmbər Salavatullahın nurunu bütün dünyaya, əgər baxmış olsanız, bizim çevrəmizdə olanlar burada dünyanın hər bir nöqtəsindən, insindən, cinsindən və dərinin rəngindən fərqli olmayaraq bütün insanlar o nurun işığına yığışaraq Peyğəmbər Salavatullahı ziyarət etməyə gəlir. Və Uca Rəbbimdən dilək və istəyim budur ki, Allah bu nuru, bu müqəddəs ziyarəti görməyi bütün arzu edən, qəlbində o həsrətlə yaşayan hər bir kəsə nəsib etsin inşallah.